Neftçi Peşkar Futbol Klubunun əməkdaşları və veteran futbolçular qocalar evində olublar. Klubumuzun təşkilatçılığı ilə Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün nəzərdə tutulan müəssisəsində baş tutan görüşdə veteran futbolçulardan İqor Getman, Bəxtiyar Musayev, Ədəhim Niftəliyev, Fərrux İsmailov və Samir Əliyev iştirak ediblər. Bayram abu-havasında keçən tədbirdə qonaqlarla sakinlər arasında maraqlı fikir mübadiləsi baş tutub. Futbola aid əyləncəli sorğu aparılıb, xatirə hədiyyələr təqdim olunub. Əgər yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım Neftçini seçərdim. Neftçinin veteran futbolçusu Bəxtiyar Musayev görüşlə bağlı Neftçi TV-yə danışıb. Neftçi rəhbərinə təşəkkür edirəm. Belə bir tədbiri irəli sürdüyünə görə çox maraqlı oldu bizim üçün də. Biz də ağıllı insanlarla ünsiyyətdə olduq. Neftçi ilə barəsində, Neftçi komandası ilə bağlı çox məlumatlıydılar. Bir sıra sual-cavablarımız oldu və onlar da çox aktiv iştirak etdilər. Biz də onları təbrik elədik. Bildim, çox pozitiv əhval-ruhiyyə ilə buradan ayrılırıq birazdan. Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsinin direktoru Samirə Mehdiyeva isə Neftçini 88 illiyi münasibəti ilə təbrik edib. Bugün bizim üçün çox sevincli bir gün oldu. Çünki bizim ahılların qonağı bugün Neftçi klubunun komandası oldu burada və biz çox şadıq ki, məhz idmanla bağlı ahıllarımızı hər zaman dəstək var. Məhz futbolçular tərəfdən və bugün onlar da bu görüşlə çox məmnun oldular. İstərdik ki, davamlı olsun, əlbəttə ki, və bildiyimiz kimi də bugün öyrəndik ki, Neftçi klubunun 88 illiyi də dünən qeyd edilib. Öz adımdan və ahıllarımın adından da hər bir Neftçi komandasına dəstəyi olan, Neftçi klubunda hər bir vəzifəsindən asılı olmayan insanların hər birini təbrik edirəm. İnşallah uğurlarınız bol olsun. Ahıllardan Valeh Əbilov da öz təəssüratlarını Neftçi TV ilə bölüşüb. Neftçi komandasının, klubunun üzvləri, yəni keçmiş üzvləri bizim qonağımız oldular. Və biz çox şadıq ki, onları qarşıladıq burada. Deməli, yaxından tanış olduq. Həm də Neftçi klubunun 88 illiyi tamam olmuşdur. Bununla əlaqədar biz çox sevinirik ki, Neftçi komandası belə nailiyyətlər, yaxşı nailiyyətlər göstəriblər. Qeyd edək ki, sosial məsələlərdəki münasibətini nümayiş etdirən Neftçi bu cür layihələri daim diqqət mərkəzində saxlayır.